Telefondan sesini alın. Tamam. Salam, hörmətli həmkarlar, əziz qonaqlar, hər birinizi xoş gördük. Bugün biz yenə Unique Kognitiv İqtisadiyyat Tədqiqat Mərkəzinin təqdimatında növbəti seminarımıza start verəcəyik. Bugünkü seminarımız digər seminarlardan fərqlənəcək. Çünki bugünkü mərzəşimizin ilk, deyək ki, Unique camiyyəsi üçün ilk deməli debütüdür. Zəhra xanımı sizlərə təqdim etmək istəyirəm. Unique Kognitiv İqtisadiyyat Tədqiqat Mərkəzinin tədqiqatçısı, İngiltərənin Portsmouth Universitetinin İqtisadiyyat Fakültəsinin assistent professoru doktor Zəhra Murad. Zəhra xanım bizə bazar iqtisadiyyatında ayrı seçkiliyə yer varmı adlı mövzu ilə məruz edəcək, çıxış edəcək. Mən Zəhra xanıma söz verməmişdən qabaq sözü vermək istəyirəm Unique Kognitiv İqtisadiyyat Tədqiqat Mərkəzinin rəhbəri, hörmətli Mansur müəllimə. Buyurun Mansur müəllim. Çox sağ olun Rəna xanım, təşəkkür edirəm. Bizim bu elmi tədbirlərin təşkil olunmasında sizin həmişə tuturuğunuz olub. Təşəkkür edirəm. Bütün siz də, sizin əməkdaşlarınız da. Zəhra xanımı da salamlayıram hamımızın adından. Və düşünürəm ki, Zəhra xanımın Unique Kognitiv İqtisadiyyat Mərkəzində belə fəaliyyətə başlanması bu mərkəzin fəaliyyətinə yeni bir təkan verəcək, yeni bir nəfəs gətirəcək. Yəni, bu mərkəzdə çalışan hər bir tədqiqatçının öz stili var, öz yanaşması var və nəticə etibarıyla bütün işimizə bu, belə deyək, səmərə gətirəndir. Bazar iqtisadiyyatında ayrı seçkiliyə yer varmı? Bu mövzu, bayaq qeyd edildiyimiz kimi, yəqin ki, ənənəvi, belə deyək, liberal iqtisadiyyat, klassik iqtisadiyyat mövqeyindən yox, kognitiv iqtisadiyyat, davranış iqtisadiyyatı kontekstində baxılacaq bir mövzudur. Və yəqin ki, bugün, belə deyək, insarlaşmış bazarlarda, dünya bazarlarında, yerli bazarlarda, regional bazarlarda daha çox informasiya diskriminasiyasına söhbət gedəcək. Yəqin ki, reklamdan daha çox söhbət gedəcək. Bazara daxil olan yeni subyektlərin, yeni yaranan biznes subyektlərinin bazar strukturunda, bazarda yer tutmasına, belə deyək, əks təsir göstərə biləcək qüvvələrdən söhbət gedəcək. Mən düşünürəm ki, hələlik bu məruzə bizim üçün bağlıdır. Açıldıqca biz yeni məlumatlarla, yeni bilgilərlə tanış olacağız. Mən üzr istəyirəm, Zəhra xanım, yayımı hələ ki dayandırın da, zəhmət olmasa, prezentasiyadan çıxın. Zəhmət olmasa, aha. Buyurun Mansur müəllim, belə qaleriya açılsın, daha yaxşı görək. Buyurun. Və düşünürəm ki, iştirakçıların hamısı diqqətlə qulaq asacaq Zəhra xanıma və suallar olacaq və qızğın müzakirələr olacaq. Zəhra xanım da hazır olsun bu məsələlərin gedişatına xahiş edirəm. Diqqətlə qulaq asırıq Zəhra xanıma. Buyurun Rəna xanım da artıq söz sizindir. Kimə verirsiniz? Yəni Zəhra xanıma sonra... Bəli. Mansur müəllim, sizin mərkəzin üstünlüyü odur, yəni uğurunuz odur ki, sizin 3 tədqiqatçınız var. Biri Amerikada, Amerika Birləşmiş Ştatlarının Auburn Universitetinin doktor Samir Hüseynovdur. Zəhra xanım İngiltərənin Portsmouth Universitetinin assistent professoru. İndi də Pini, deməli o da İsraildə. Çox beynəlmiləl bir mərkəzinizə bu münasibətlə də sizi təbrik edirəm. İnanıram ki, çox gözəl işlər görəcəksiniz. İstiqamət də maraqlıdır. Mən o vaxt sizə demişdim, bir ara kognitiv iqtisadiyyatı mən də araşdırırdım. Hətta bir-iki konferansa tezisdə göndərmişdim bununla bağlı. Hələ 2000-ci illərin əvvəllərində. Sonra istiqamət dəyişdi. Ona görə mənim üçün də çox maraqlıdır. İnanıram ki, Zəhra xanım özü də Facebookda paylaşıb ki, neçə ildən sonra, 17 ildən sonra Azərbaycanca ilk təqdimatımdır yazıb. Amma ilk olsa da son olmayacaq. İnşallah ardı gəlsin, davamlı olsun əməkdaşlığımız da. İnşallah dekabrda da gələndə, dünən rəhbərliklə də danışdıq, siz gələndə inşallah sizə canlı bir ağzalda tədbir təşkil eləyəcək. Artıq məlumat var sizin haqqınızda. Buyurun, söz sizdədir. Nəsə sözünüz varsa əvvəlcə deyin, sonra paylaşımınızı eləyin belə. Buyurun Zəhra xanım. Çox sağ olun. Düzdür. Siz dediniz bunu, mən də deyim.
2021-də və əvvəlcədən üzr istəmək istəyirəm. Yəni 17 ildən çoxdur ki, mən nə rəsmi belə, necə deyim, ədəbi bir şəkildə nə yazı yazmışam Azərbaycanca, nə də təqdimat etmişəm, nə də danışmışam. Özəlliklə iqtisadiyyat mövzusunda heç elə bir dənəyimim olmayıb. Ona görə əgər belə dilimdə, danışığımda qəribəliklər hiss eləsəz, məni üzürlü sayın. Uzun illər Türkiyədə də yaşamışam. Ona görə də türk sözlərini də bəzən qarışdırıram, ingilis sözləri. Nəyi başa düşməsəniz, məni saxlayın, soruşun. Mən çox sevinə-sevinə aydınlata. Yox, çox əla danışırsınız, narahat olmayın. Bizdə müəllimlər ingilis dilində bilirlər, rus dilində bilirlər, türk dilində bilirlər. Maşallah, müəllimlər bütün dillərdə bilirlər. Siz danışın. Çox sağ olun. Mən paylaşacağım və dediyim kimi hər hansı bir slaydda məni saxlayıb ya chat məndə açıqdır, ya chatda sualınızı yaza bilərsiniz. Bəli, yaza bilərlər, sonda siz cavablandırarsınız. Sonda ya ortada da mən problem deyil, yəni o anda da soruşa bilərsiniz. Mən ürəşmişəm, yəni tez-tez dayandırılmağa seminar sürəsincə. Okey, mən onda paylaşım. Hər kəs görür, yaxşı, problem deyil. Bəli, əladır. Okey, indi bu günlər sizə ayrı seçkilik haqqında, yəni iqtisadiyyatda ayrı seçkiliyə, bazar iqtisadiyyatına ayrı seçkiliyə yer varmı mövzusunda danışmaq istəyirəm. Bu mövzu çox genişdir, mən sadəcə indi bir təqdimata yerləşə biləcək qədər bu haqda danışacağım. Birinci başlamaq lazımdır, ayrı seçkiliyi tanımlamaq lazımdır məncə. Nədir ayrı seçkilik? Rəsmi olaraq biz buna ya diskriminasiya, ya ayrı seçkilik müxtəlif kateqoriyalı insanlara qarşı ədalətsiz və ya qərəzli rəftar deyərək tanımlaya bilərik. Bu irqi, etnik, cinsi ayrı seçkilik formalarını ala bilər, amma təkcə bunlarla da məhdudlaşmır. Biz biraz fərqli ayrı seçkilik haqqında da mən danışacağım. Sağlamlıq vəziyyətinə görə də ayrı seçkilik ola bilər və ya başqa pis vərdişlər, yaxşı vərdişlərə görə də ayrı seçkilik ola bilər və s. Ayrı seçkilik uzun illər sosiologiya və siyasət elmində oxunulmuşdur, yəni çalışılmışdır bu mövzuda. Amma nisbətən bu yaxınlarda iqtisadiyyata yol tapıb ayrı seçkilik mövzusu. Nisbətən bu yaxınlarda, yəni dediyim 1950-ci illərdə ilk dəfə bu başladı iqtisadiyyata yol tapmağa. Və bu necə başladı? İqtisadiyyatda ayrı seçkilik haqqında danışanda Gary Becker haqqında danışmamaq mümkün deyil. Onu təqdim etməyi mən özümə çox vacib sayıram. Demək, Gary Becker 1930-cu ildə anadan olmuşdur və New Yorkda böyüyüb, ABŞ-ın New York şəhərində böyüyüb. O həmişə böyüyərkən ailəsi ilə çox sosial ədalət məsələlərindən, qaradərilərə qarşı rəftardan, yoxsullara necə kömək etmək olar, bu tip mövzularda həmişə ailəsindən söhbətlər edərdi. New Yorkda ən böyük yəhudi icması olmasına baxmayaraq, onun ailəsi yəhudi olaraq çox etnik təhqirlərə məruz qalmışdır, onun o böyüdüyü sürəcə. Onun atası həmişə deyərdi ki, kifayət qədər çalışsan, ayrı seçkiliyə qalib gələ bilərsən. Becker məktəb illərində çox çalışdı və Princeton Universitetinin, bilmirəm, bilirsiniz, Princeton, yəni Amerikanın ən prestijli universitetlərindən biridir. Princeton Universitetinin riyaziyyat şöbəsinə qəbul olundu. Amma o riyaziyyatı oxuyarkən başa düşürdü ki, o cəmiyyətə də töhfə vermək istəyir. Sadəcə texniki nəzəriyyə onun marağını çox da çəkmir əslində. Təsadüfən birinci kursda o iqtisadiyyat dərsi alır və başa düşür ki, iqtisadiyyatda iqtisadiyyatla sosial problemləri birləşdirə bilən bir
yeni bir istiqamət başlaya bilər. Bu çox bir vəhşi fikir idi o vaxtlar üçün, 50-ci illər üçün ki, iqtisadiyyat, sosial problemlər nə əlaqə. Amma bu Gary Becker sayəsində belə bir fikrə qıvılcım verilir. O riyaziyyat fakültetini bitirir Princeton'da və Chicago Universitetində PhD etməyə başlayır. PhD-yə qəbul olunur. Milton Friedman'ın tələbəsi olaraq. Milton Friedman da o vaxtın Amerikanın ən tanınmış iqtisadiyyatçılarından biri idi. Və Milton Friedman Gary Becker'da bir dahi insanı görür. Yəni dahi bir gənc olduğunu başa düşür. Becker başlayır ayrı-seçkilik üzərinə çalışmaya və ayrı-seçkiliyin iqtisadi stimullarını müəyyənləşdirməyə çalışır və təhlilini etməyə başlayır. Dediyim kimi, buna qədər sosiologiyada bu çox oxunulmuşdu, amma ayrı-seçkili iqtisadiyyatla birləşdirən heç bir mövzu və ya heç bir elmi tədqiqat yox idi. Demək, nə edir Gary Becker? Bir riyaziyyatçı olaraq qısaca bir onun riyazi modelindən danışmaq istəyirəm. Başa düşməsəniz hər hansı bir nöqtəsini lütfən saxlayın, məni soruşun. Demək, bir model inkişaf etdirir. Bu modelin adı mən belə tərcümə elədim. Ayrı-seçkilik üçün zövq, yəni Taste for Discrimination adlı modeli inkişaf etdirir. Bu model demək olaraq nədir? Deyir ki, tutaq ki, əmək bazarından iki növ işçi var. Ağdərli işçilər, qaradərli işçilər. Bu indi Amerikaya tətbiq olunan bir şeydir. Ona görə ağdərli və qaradərli əsas baxılan ayrı-seçkilik sahəsidir. Amma yəni burada qadın, kişi də ola bilər, əlil və ya sağlam insan da ola bilər. Bunu hər cürə başa düşə bilərsiniz. Demək, işə götürən, yəni iş verən sabit qiymətlərlə üzləşir. Bu nə deməkdir? WW ağdərili işçinin əmək haqqıdır. WB isə bir də zəhmət, məndə biraz kamerada problem var. Mən bunu bir də əgər eləsəm, istəyirəm. WW ağdərili işçilərin əmək haqqıdır, WB isə qaradərli işçilər üçün əmək haqqıdır. Və işə götürən qaradərlilərə qarşı qərəzlidirsə, qaradərli bir işçinin qiyməti sanki WB vurulsun 1 plus D dollar kimi qavranacaq. Bu, yəni qaradərlinin dəyərini, daha çox dəyəri də qiymətini daha yüksəldən bir əmsaldır. Və bu əmsala ayrı-seçkilik əmsalı demişdir Gary Becker. Onun modelini biz riyazi həll eləsək, daha mürəkkəb bir modeldir mənim sizə bəhs etdiyimdən. Amma onun modelini riyazi həll etsək, görəcək ki, işə götürənin qərar vermə qaydası belə çıxacaq. Yəni, sən əgərləri qaradərli insanı işə götürmə qiymətin ağdərli insandan işə götürmə qiymətindən azdırsa, onda sən ancaq qaradərli işçiləri işə götürürsən. Əgər qaradərli insanları işə götürmək daha bahalıdırsa, sən o zaman ağdərli işçiləri işə götürürsən. Bu çox önəmli bir təsiri var bu modelin. Bu modelin nəticəsi olaraq ayrılmış iş yerləri yaranır. Yəni, bu model başa salır ki, niyə bəzi iş yerlərində sadəcə qaradərli insanlar işləyir, digər iş yerlərində sadəcə ağdərli insanlar işləyir, məsəl üçün. Gary Becker bu model üzərində işlədiyi zaman deyirdi ki, qaranlıqda işləməli olurdum mən. Çünki iqtisadiyyatda bunun üzərinə heç bir iş yox idi.
İqtisadiyyat professorları onun işinə çox şübhə ilə yanaşırdılar. Sosioloqlar onun işini tamamilə heç maraqları yox idi, heç bir fikir vermirdilər və buna baxmayaraq Qərbəkirin işi iqtisadiyyatla çox bağlı idi. Sadəcə iqtisadçılar bunu hələ bilmirdilər. Bu kiçik bir addım deyildi. Bu iqtisadi təfəkkür ənənəsi üzərində yeni bir istiqamət idi. 1950-ci illərdə onun işinə heç bir maraq yox idi dediyim kimi. Lakin 1960-cı illərdə vətəndaş hüquqları hərəkatı başladı və bu işləri çox dəyişdirdi. Onun kitabı, bu kitab The Economics of Discrimination çox oxunmağa başladı. Çünki ayrı-seçkilik üzərinə yeganə kitab idi iqtisadiyyat üzərində. 1971-ci il onun kitabı yenidən nəşr olundu və bu bir klassik kitaba dönüşdü. Ayrı-seçkilik iqtisadiyyatı üzərinə olan ilk kitab olaraq. Və bilmirəm, eşitmişdinizmi? 1992-ci ildə Qərbəker İqtisadiyyat Nobel mükafatını aldı. Və Nobel mükafatını verən komitə onun haqqında demişdir ki, bu qədər işinə şübhə və inamsızlığa baxmayaraq Beker heç vaxt ruhdan düşmədi və tədqiqatlarını inkişaf etdirməkdə əzmlə getdi və bu dəqiqə çox iqtisadçı onun hər işini və ideyalarını və metodlarını bəyənərək qəbul edir və üzərində inkişaf etdirir. Dediyim kimi, Bekerə qədər sosiologiyada ayrı-seçkilik zövqə əsaslanan qərəz kimi qəbul olunurdu. Ondan sonra Qərbəkerdən bəri çox iş görülüb iqtisadiyyatda ayrı-seçkiliklə bağlı. Bir çox tədqiqatçılar göstərmişlər ki, insanlar öz qruplarına xarici qruplardan daha çox pul ayırırlar. Hətta bu qruplar təsadüfi şəkildə yaradılsa belə. Mən sizə indi bu bir məqalə, bu bir misaldır. 2009-cu ildə çıxan Chen and Lim'in məqaləsi. American Economic Review'da bu çap olunmuşdur. Bu iqtisadiyyatın ən yüksək, ən prestijli jurnallarından biri sayılır. Və demək olar, və çox basit bir şey göstərirlər. Çox sadə bir şey göstərirlər məqalədə. Demək, eksperiment eləyirlər. Mən sizə başa salım bu eksperimenti qısaca. Tələbələr laboratoriyaya gəlir, dəvət olunurlar və onları kompüter terminallarının arxasında oturdurlar. Kompüter terminallarında tələbələr başladırlar eksperimenti və təsadüfi şəkildə otağın yarısı, tələbələrin yarısı mavi qrupa qoyulur, digər yarısı isə yaşıl qrupa qoyulur. Yəni, tələbələr bilgisayarlarında görürlər ki, sən yaşıl qrupdasan, sən mavi qrupdasan. Tamamilə təsadüfi şəkildə. Sonra onlar demək cütləşirlər ya öz qrupundan olanlarla, in-qrup, ya da out-qrupla, yəni digər qrupdan olan başqa tələbə ilə, anonim şəkildə. Və onlara pul verilir, tokens, yəni bir miqdar pul verilir onlara, deyək ki, $10, $20 səviyyəsində və onlar bu pulu 2 dənə başqa digər tələbə arasında bölüşməlidirlər. Bu birinci qrafda gördüyünüz, onlar pulu 2 dənə in-qrup arasında, yəni 2 dənə qrup daxili tələbə arasında bölüşəcək və gördüyümüz kimi demək olar ki, yarıya bölüb, pulun yarısını birinə, yarısını ikinciyə verirlər hər raundda. Pul nə qədər artsa da. Eyni şəkildə onlar out qrupla, yəni qrupdan kənar biri ilə, iki kişi ilə, 2 nəfərlə cütləşəndə yenə də pul yarıya bölüb, yarısını out qrup A-ya verirlər, yarısını out qrup B-yə verirlər
Eyni şəkildə heç bir fərq görülmür alt qrupa ilə belə. Amma onları, bu tələbələri bir in-qrup və bir out-qrupla cütləşdirəndə, deyək ki, mavi tələbəni bir mavi, bir yaşıl qrupdan olan digər tələbə ilə cütləşdirəndə və deyəndə ki, xahiş edirik bu miqdarda pulu bölüşdür bu iki tələbə arasında, gördüyümüz kimi onlar in-qrupa, bu qara nöqtələr, in-qrupa çox daha yüksək miqdarda pul verilir, bölüşdürülür, nəinki alt qrupa. Yəni alt qrupa 0 verilmir, amma 0-dan yüksək, amma gördüyümüz kimi bayağı bir fərq var in-qrupla alt qrup arasında. Bu nəticə digər tədqiqatçılar tərəfindən milyonlarca biraz çox səslənir, amma yəqin ki, yüzlərcə dəfə təkrarlanıb. Fikir versəniz, bu həm təbii, həm də qəribə bir nəticədir. Laboratoriyada yaşıl insanlarla mavi insanlar arasında heç bir fərq yoxdur. Qruplara bölgü tamamilə təsadüfi olub. Amma qruplar arasında seçim etməyimiz istənildikdə, özümüzə ən yaxın qrupu seçməyə meyilliyik. Yəni, özümüzə ən yaxın qrupa daha çox pul veririk. Bu yaxınlıq tamamilə təsadüfi olsa belə. Bu niyə baş verir? Bunun niyə baş verdiyini izah etmək üçün sosiologiyada bir çox nəzəriyyə var. Bunların ən böyüyü məncə təkamül, ən maraqlısı məncə təkamül nəzəriyyəsidir. Və bu təkamül nəzəriyyəsi deyir ki, qrupdaxili qərəzliyin əcdadlarımıza güclü sosial bağlar yaratmasına və tarixdən əvvəlki dövrlərdə sağ qalmasına kömək etdiyini söyləyir. Öz qruplarına qarşı qərəzli olan insanların sağ qalma ehtimalı daha yüksək idi. Buna görə də qərəzlik əsrlər boyu davam edib, yəni təkamülə uğrayıb. Digər fərziyyə isə məsələn deyir ki, qrup üzvləri arasında ümumiləşdirilmiş gözləntilər var, qarşılıqlılıq gözləntisi var. Bu fərziyyə göstərir ki, qərəz əslində, ayrı-seçkilik qərəzi əslində stratejik bir şeydir. Çünki mən öz qruplarıma kömək etsəm, onların da mənə kömək etmə şansı qrup xaricindəkilərdən daha yüksək olacaq. Və bu gözlənti mənim bu strategiyanı işlətməyimə səbəb olur. John List bu sahədə çox işləmiş insanlardan biridir. O, bu sayədə çoxlu sosial təcrübələr aparıb və bu ayrı-seçkiliyi laboratoriyadan gerçək dünyaya çıxaran insanlardan biridir, tədqiqatçılardan biridir. Proyektlərinin birində o bir neçə dənə aktyoru gizli agent olaraq tutur və bu gizli agentlər küçələri gəzib, onlardan başqalarından yol istəməyi xahiş edir. Agentlər 20 və 50 yaşlarında qaradərli qadın, qaradərli kişi, ağdərli qadın və ağdərli kişilər olurlar. Və o gördüyünüz kimi hesablayıb və bunu demək üçüncü şəxslər bu insanların, bu agentlərə neçə nəfərin kömək etdiyini və kömək etdikləri zaman bu köməyə neçə saniyə onlarla söhbət edib kömək etmə sürəsini ölçən başqa agentlərdən tutublar onlar və gördüyünüz kimi ən az kömək alan qrup 31% 20 yaşlı qaradərili kişilərin olduğunu müəyyən edir. Qaradərli qadınlar və yaşlı qaradərlilər kişilər ağlar qədər kömək alıblar. Onda belə bir sual yaranır ki, bu necə bir ayrı-seçkilikdir? Bu açıq-aydın zövqə əsaslanan ayrı-seçkilik deyil sanki. Əgər belə olsaydı, onda qaradərli qadınlar və qaradərli yaşlı insanlara da kömək almayacaqlardı.
John List 2004-cü ildə buna istatistiksel, yəni statistik ayrı seçkilik kimi adlandırır bunu. Bu nə deməkdir? Demək, statistik ayrı seçkiliyi başa salsaq, bu misaldan belə başa sala bilərik. İnsanlar bilirlər ki, statistik olaraq qaradərli gənc kişilərin cinayətkar olma şansı daha yüksəkdir. Ona görə də hücuma məruz qalmaq və ya qarət olmaq qorxusundan onlar daha az kömək təklif edirlər qaradərli gənc kişilərə. Eyni əsaslandırma ilə məsələn başqa misal verə bilərik. Obez insanların, yəni aşırı çox kilolu olan insanların daha az iş təklifi aldığını tapmışdılar John List'in qrupundakı tədqiqatçılar və bunun da səbəbi olaraq statistik ayrı seçkiliyi göstərilir. Çünki işə götürənlər düşünürlər ki, obez insanlar daha çox sağlamlıq problemlərinə malik olacaqlar və bu onların daha az məhsuldar olmağına səbəb olacaq. Başqa bir misal, qadınlar niyə daha az işə götürülürlər? Çünki onların uşaq sahibi olmaq və işdən məzuniyyət alma şansları daha yüksəkdir. Belə də ki, bu onların məhsuldarlığını azaldacaq. Bunlar zövqə əsaslanan ayrı seçkilik deyil. Bu zövqə əsaslanan ayrı seçkinin heç bir əlaqəsi yoxdur. Çünki insanlar qadınlarla və ya qadınlarla işləməyi və ya qaradərli insanlara kömək etməyə qarşı deyirlər. Onlar sadəcə özlərinə müsbət nəticə verən şeyin arxasındadırlar. Yəni, bu daha çox pul olsun, daha çox məhsuldarlıq olsun və ya təhlükəsizliklə nəticələnmək şansları olsun. Özlərini təhlükəyə atmamaq şansları olsun. Bu statistik ayrı seçkiliyi araşdırmaq üçün John List bir başqa deney, bir başqa eksperiment düzəldir və bu eksperimentdə bu statistik insanlar arasında fərqi aradan götürməyə çalışır. O, ABŞ qəzetlərində olan 1300-ə yaxın iş elanına CV göndərir. Demək, 1300-ə yaxın iş elanına təqribən 5000-ə yaxın saxta CV göndərir. Bu CV-lərin birində qaradərli insan adı, qaradərli səslənən insan adı yer tutur. Digərində isə ağdərli səslənən insan adı CV hazırlayır. Bunun haricində CV-lərin hamısı demək olar ki, eyni cürdür, eyni tip universitetlərdə məzun olmuş insanlardır, eyni iş təcrübəsi var, eyni rəqəmdə dil bilirlər və s. CV-lərdə bacarıqları sabit tutub, yəni bütün bu bacarıqları, sadalanan bacarıqları sabit tutub, ağdərli səslənən insanlara iş axtaranlar, demək, hər 10 CV üçün təxminən bir geri çağırış, yəni bir intervyuya çağırış alırlar ağdərli insanlar. Qaradərli insanlar isə hər 15 CV üçün bir intervyu dəvəti alırlar. Bu nə göstərir? Bu, qaradərli insanların ağdərli insanlardan 50% dezavantajda olduğunu göstərir. Yəni, 50% daha arxadan, daha əlverişsiz mövqedən işə başvuru mövqeyindən başladıqlarını göstərir qaradərli insanlar. Baxmayaraq ki, hər başqa bacarıqlarına görə ağdərli və qaradərli insanlar sabitdir. John List və Uri Gnizinin bir başqa maraqlı təcrübələrindən biri də, deneylərindən biri də əlil arabalı adam eksperimentləridir.
Demək, onlar yenə aktyorlar tuturlar. Bu aktyorları eyni furqonda avtomobil təmir mərkəzinə göndərirlər. Eksperimentin bir qolunda onların aktyoru yeriyən normal sağlam kişidir. Diğer qolunda isə əlil arabasında olan aktyor kişidir. Kişilər təmir üçün qiymət istəyirlər və nə tapırlar ki, bundan əlil kişilər sağlam kişilərdən qat-qat baha qiymət alırlar. Bunu biz əlillərə qarşı ayrı seçkilik olaraq görə bilərik. Amma dediyim kimi bu statistiksel, bu iqtisadi ayrı seçkilikdir. Zövqə əsaslanan ayrı seçkilik deyil. Təmir sexində demək, sonra bir başqa eksperimentin qolunda aktyorlara deyilir ki, siz təmir sexinə girən kimi bir cümləni deyin. Bu cümlə, bugün 3 qiymət təklifi alacağım. Mənim furqonumun nə qiymət təklifi verirsiniz? Yəni, gedib 3 başqa sexdən də qiymət təklifi alacağım. Bu sözü bu cümləni deyər deməz, əlil kişilərin və sağlam kişilərin aldığı qiymətlər demək olar ki, birləşir, yəni yaxınlaşır. Demək olar ki, eyni qiyməti alırlar. Burada demək, bu nəyə göstərir? Bazar iqtisadiyyatında, şəraitində rəqabətə müraciət etməklə əlil insanlar ayrı seçkilikdən qurtula bilirlər. Eyni şey əmək bazarlarında da belədir. Şiddətli rəqabət olduğunda işə götürənlər etnik mənsubiyyətə və irqə daha az əhəmiyyət verməyə və istedadlara daha çox diqqət yetirməyə başlayacaq. Bu D əmsalı, diskriminasiya əmsalı getdikcə daha az əhəmiyyət kəsb etməyə başlayır və mənfəət və rəqabət getdikcə daha vacib olur. Dünyada çox şey dəyişir. Bu dəqiqə zövq və nifrət əsasında ayrı seçkilik mədəni tənəzzülə uğrayır yavaş-yavaş. Hökumətlər bir çox ölkədə etnik, irqi, cinsi ayrı seçkiliyi qeyri-qanuni elan edirlər və buna qarşı çoxlu yeni qanunlar bərpa olunur, yeni qanunlar alınır. İşə götürənlər, məsələn, müsahibələrdə qadınları əlverişsiz vəziyyətdə salacaq şəxsi suallar artıq verə bilməzlər. Universitetlər və işə götürənlər tələbələrin adlarını və ya foto şəkillərini görməmələri üçün ərizələri əsasən kör formatda qiymətləndirirlər bir çox ölkədə. Ancaq bu ayrı seçkiliyi tamamilə yoxa çıxarmır. Təəssüf ki, yeni bir ayrı seçkilik növü yaranmağa başlayıb bu son illərdir. Bu ayrı seçkilik, məsələn, qadınların avtomobil sığortası üçün kişilərə nisbətən daha az ödəməsi avtomobil sığortasına. Çünki statistik göstəricilərə görə qadınlar kişilərdən daha təhlükəsiz sürücüdürlər. Eyni şəkildə siqaret çəkənlər sağlamlıqları üçün siqaret çəkməyənlərə nisbətən daha çox sığorta haqqı ödəyirlər. Bu cür ayrı seçkilik tamamilə qanunidir. Bu halda cəmiyyət xidmətlərin göstərilməsi üçün qiymət fərqlərinə əsaslanan ayrı seçkiliyi tamamilə qəbul edir. Bir fərqli ayrı seçkilik də, əslində fərqli deyil, amma daha müasir ayrı seçkilik isə əməliyyat əsaslı bazar iqtisadiyyatımızda iqtisadi ayrı seçkiliyi məqbul görə bilirik. Ancaq biz onun qurbanı olduğumuz zaman bu bizim üçün, yəni istehlakçı olaraq bizim üçün negativ bir şeyə dönüşə bilir.
hər birimiz haqqında toplanan məlumatların zənginliyi ilə yanaşı, indi şirkətlər bizdən toplaya biləcəyi qədər böyük miqdarda şəxsi məlumatları təhlil edir və nəzərdən keçirirlər. Geridə qoyduğumuz elektronik barmaq izi bizim alış tarixçəmiz, daxil olduğumuz internet saytları, maliyyə vəziyyətimiz haqqında ətraflı məlumat, demək olar ki, hər şey bizə qarşı istifadə edilə bilir. Bu olsa nə baş verəcək? Əksər internet saytları bizim axtarış məlumatlarından istehlakçıların bizim anlamadığımız şəklində istifadə edir. Və bunu istifadə etməklə şirkətlər müvafiq qiymətlər təyin edirlər, fərqli sosial qruplara deyil, fərqli insanlara, yəni bir insandan digər insana eyni sosial qrupda olsa belə fərqli qiymətlər görə bilir insanlar. Bir çox digər hallarda, yəni əvvəlki hallarda müştəri mağazaya daxil olanda fərqli qiymət ala biləcəyini bilir və danışıqlar apara bilərək, bazarlıq edərək bu fərqli qiymətləri qarşı mübarizə edə bilər. Amma internet dünyasında bu mümkün deyil. Alqoritmlər bunu heç şirkətlərin də başa düşmədiyi üsullarla eləyir və alqoritmlərin təyin etdiyi qiymətləri nə şirkət dəyişə bilir, nə də istehlakçı dəyişə bilir. Bu dəqiqə bir çox iqtisadçı şirkətlərin haqqımızda topladığı məlumatların bizə geri satılmasını və ya bizə başa salınmasını tələb edir. Facebook bu yaxınlarda bunu etdi. Amma əslində bu məlumatlar o qədər mürəkkəbdir ki, heç istifadəçilərin özləri o məlumatlara baxıb çox şey başa düşmürlər. Onun üçün hökumətlər istehlakçıları bilgiləndirən, məlumat verən, onlara öz datalarını, öz informasiyalarını necə bölüşəcəkləri haqqında, bu şirkətlər necə bölüşəcəkləri haqqında kurslar verməyə başladılar bəzi ölkələrdə və get-gedə istehlakçılar daha texnologiyanı daha yaxşı başa düşüb belə bir ayrı-seçkiliyə məruz qalmamaq üçün savaşmaları gərək. Mən ən sonda söhbətimi özümün ayrı-seçkiliyi üzərinə elədiyim bir tədqiqat haqqında danışmaq istəyərdim. Keçən il biz bir deney elədik. Emel Öztürk, Sigrid Sutton və Wolfgang Luhan'la. Deneyimizi qısaca sizə başa salmaq istəyərdim. Biraz mürəkkəb denəydir. Ona görə hər hansı bir hissəsini başa düşməsə, zəhmət olmasa məni saxlayın və soruşun. Mən çox sevinərək başa salaram. Amma qısaca demək, biz bu deneyi online etdik. İngilis vətəndaşlar üzərində elədik. Və bu online olaraq biz onlara 50 funt veririk. Bu 50 funtu onlar iki cürə istifadə edə bilirlər. Ya bu 50 funtu yatırım edə bilərlər. Yatırım edəndə onlar ya 150 funtu 3-ə qatlayıb 150 funtla sonuçlanacaq, ya da ki 50 funtu itirib 0-la sonuçlana bilərlər. Yəni bu 50% şans var ki, ya 3-ə qatlanacaq bu 50 funt, ya da 0 olacaq. Ya da ikinci seçənəkləri yatırım eləmirlər bu 50 funtu və 50 funtu ciblərində saxlayırlar, heç nə itirmədən. Demək, biz nə elədik? Bu insanlar bu qərarlarını qəbul elədilər. Sonra iki cür insan vardı bizdə. Ağ dərili ingilislər, İngilis vətəndaşları və qara dərili etnik İngilis vətəndaşları. Biz onları cütləşdirdik. Deyək ki, bir ağ dərili, qara dərili insanla cütləşdirdik.
Onların ciblərində bu qazandıqları pul var. Bu pul ola bilər ki, 50 funt olsun, 150 funt ya da 0 ola bilər. Sonra biz onları üçüncü ağdərili İngiliz vətəndaşla cütləşdirdik və bu üçüncü nəfər onların pullarını sanki götürür. Biz onların qazandığı pulu üçüncü nəfərə veririk və deyirik ki, sən bu pulu bu iki nəfər arasında, bu toplam pulu sən iki nəfər arasında bölüşdür. İstədiyin kimi bölüşdürə bilərsən. Tutaq ki, ağdərili 150 qazanmışdı, qaradərili 0 qazanmışdı. Sən bu 150 funtu bu iki nəfər arasında bölüşdür. Nə qədər vermək sənin qərarın. İndi bizim 2 dənə eksperimental qolumuz var idi. Bir qolda ağla qara dərili arasında bölüşdürməlidir. İkinci qolda isə 2 ağ dərili İngiliz vətəndaşı arasında bölüşdürməlidir. Biz baxmaq istəyirik ki, bu bölüşdürülən miqdar pul insanın qara dərili və ya ağ dərili olmasına bağlıdırmı, yoxsa deyil? İndi bizim sonuçlar belədir, belə özətləyə bilərik. Demək, əyərləri bu insanların fərqli seçim etmişlərsə, biri yatırım edib, digəri yatırım etməyibsə, choice different, yəni bu xanalara baxsaq, orada ağ dərili və qara dərili arasında heç bir pul fərqi yoxdur. İnsanlar sənin yatırım etmə qərarına hörmət edib sənə eyni dərəcədə ya qara dərilisin, ya ağ dərilisin, sənə eyni dərəcədə pul verəcək. Yəni burada da heç bir fərq yoxdur, burada da. İkisində də sən fərqli qərarlar vermirsən. Yəni bu iki nəfər fərqli qərar veribsə. Amma iki nəfər eyni qərarı veribsə, yəni ikisi də yatırım etmə qərarı veribsə, amma biri uduzub, digəri udubsa, yəni biri 150 qazanıb, digəri 0 qazanıbsa, o zaman sənin ağ dərili və ya qara dərili olmağın əhəmiyyət kəsb edir. O zaman sən qara dərili uduzana daha az pul verirsən və ağ dərili uduzana daha çox pul verirsən. Yəni 48.8 funtla 42.3 funt arasında statistik bir fark var. Yəni təqribən 6 funt daha az verirsən. Bu qrafik daha pis görsənir, daha da kəskin görsənir. Əgər sadəcə kişilərin qərarına baxsaq, yəni bu üçüncü nəfər kişi olsa və sadəcə onların qərarına baxsaq, bu fərq daha da kəskindir. Qadınlar sanki daha az ayrı seçkilik edir, nəinki kişilər. Bu məqaləni indi yavaş-yavaş yazırıq. Daha mürəkkəb sonuçları var bu məqalənin və burada bizim göstərmək istədiyimiz şey insanlar öz adil bildikləri, ədalətli bildikləri idealları başqalarının etnik qruplarına bağlaşdırırlar. Biz göstəririk ki, sözü gedən şəxsin etnik kimliyindən asılı olaraq ədalət ideallarımızı biz yerləyə bilirik, dəyişdirə bilirik və ədalət idealları, yəni bu teorik konsept sabit bir şey deyil. Mən burada bitirəcəm. Təqdimatımı və hər hansı bir suallara açıram, sevinərək cavab verə bilərəm. Zəhra xanım, təşəkkür edirik. Əgər kiminsə sualı varsa, təqdimat üzərindən, hələ Zəhra xanım təqdimatı bağlamamış, sualını verə bilər. Aha, Gülnar xanım, buyurun. Gülnar xanım da bizdə Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşlı İqtisadiyyat Tədqiqat Mərkəzinin rəhbəridir. Gülnar xanım, buyurun. Salamlayıram, təşəkkür edirəm.
Qonağımızı da salamlayıram. Zəhra xanım, təşəkkür Sağ olun. ederim çıxışınız üçün. Bir sual vermək istirdim təqdimatla bağlı, bir də təqdimatdan kənar. Məsələn, bəzi ölkələrdə CV hazırlayanda şəkil qoyulmasını istəmirlər. Yəni, ayrı seçkilik olmasın deyə, ya da ki, xarici görünüşdən təsirlənməsinlər deyə. Bunu soruşmaq istirdim ki, bu, məsələn, sizin izah elədiyiniz ayrı seçkiliyin hansı növünə uyğun gəlir? Birinci sualım bu idi. Bir də ki, ümumiyyətlə, məsələn, deyək ki, şərqlə qərbi müqayisə eləsək, ayrı seçkiliyə, məsələn, təsir eləyən yerli faktorlar olaraq nəyi görürsünüz? Məsələn, mədəniyyətin, ya oradakı, deyək ki, iş mühitidir, ya təşkilatdakı davranışdır. Sizcə faiz olaraq, yəni, nə qədər təsir edir? Yəni, şərqlə qərbdəki bu ayrı seçkilik faizinin dəyişməsinə. Təşəkkür edirəm əvvəlcədən cavabınız üçün. Çox sağ olun. Bəli, CV-lərdə bir neçə il əvvəl çox populyar idi şəkil qoymaq. Bilmirəm, indi Azərbaycanda hələ də populyardır bildiyim qədərilə. Çox yerdə şəkil istənilir. Bəli. Deyəsən, hə. Məsələn, Latin Amerikasında da mənim bir neçə tədqiqatçı tanışım. Onlar da o üzərinə çalışıblar və orada da məsələn, şəkil qoymaq normaldır. Şəkil qoymayanda qəribə baxılır. Amma yəni bildiyimiz kimi şəkillə çox ayrı seçkilə gətirən ən böyük yollardan biridir. Bu təzəlikcə bir məqaləm çıxdı. Yəni bu şəkil o dərəcəyə gəlib ki, Almaniyada artıq şəkilə icazə verilmir bu səbəblə. Hətta bəzən adı da gizləyirlər. Təzə olmağa başlayıb ki, adı da gizləyirlər. Amma demək, bu proyektdə adı saxlayıblar və bu insanların adına uyğun fake, yalancı Facebook səhifələri açdılar. Və bu Facebook səhifələrində eyni insandır, fərqli adlarda bir şəkildə bu kişi, necə deyirlər, belə daha belə qaşqabaqlı və bağlı bir şəkildə bir profil şəkli var Facebook'unda. Digərində daha belə pozitiv və daha belə liderlik görünən bir şəkli var. Və baxırlar ki, bu pozitiv və liderlik görünüşü olan Facebook'u olan kişi daha çox intervyu qəbul olur. Yəni artıq CV-yə şəkil qoyub qoymamaq belə deyil. Səni işə götürənlər gedib sənin Facebook səhifəni də açıb oradakı profil şəklinə görə sənə intervyu çağırmamaq qərarını belə verirlər. Yəni sən bağlasan da bu yollarını ki, ayrı seçkili olmasın, iş verən yenə də gedib bir yolunu tapıb seçimini edəcək. Bir də Zəhra xanım, onunla bağlı bir şey demək istirdim. Azərbaycanda yəni yaşanmış hadisədir. CV göndərilmişdi, yəni orada şəkilləri də var idi. Sadəcə işə götürən birisi seçimini nəyə görə etmişdi? LinkedIn-ə girib baxmışdı ki, həmin adam onu dostluğunda var, onu izləyirmi, izləmirmi? Və sırf izlədiyinə görə eyni, bayaq demişdiniz, xüsusiyyətləri sabit saxlayırlar da. Yəni deyək ki, bilgi səviyyəsi eynidir, bacarıqları eynidir. Eyni olduğu halda sırf onu izləyir deyə onu işə götürmüşdü. Başqa birində də vizual olaraq, yəni LinkedIn profilində daha çox aktivdir, daha gözəl, baxımlı biri olduğu üçün onu işə götürmüşdü. Yəni həqiqətən də bizdə çox istifadə olunur. Hal-hazırda hətta bəzi CV-lər var ki, şəkilsiz göndərəndə geri qaytarırlar ki, mütləq şəkil əlavə edib göndərin. Yəni biraz rahatsız edici vəziyyətdir insanları, yəni görünüşünə görə dəyərləndirməsi. Digər sualımla bağlı da Zəhra xanım, yəni şərqlə qərbdə sizcə mədəniyyətin ya da ki yerli şərtlərin ya adət-ənənələrin bu ayrı seçkilikdə nə qədər sizcə önəmi var? Çünki məsələn bizim kimi ölkələrə baxanda ayrı seçkiliyi daha çox görürük. Hətta eyni qrupda məsələn xarici vətəndaş varsa, qaradərili varsa görürsən ki, ona qarşı başqa bir münasibət var. Məsələn, pulla bağlı bir iş görünəcəksə, onun payı daha azdır. Çünki o kasıb ölkədən gəlibsə, haqq görürlər özlərinə ki, ona daha az ödəniş edilməlidir. Yəni, fikirləşirəm ki, bu da böyük bir ayrı seçkilikdir. Onun ölkəsindəki yerli şərtlər, daha az maaş alması, ona deyək ki, o haqsızlığı eləməyə məncə haqq verməməlidir.
Çünki eyni iş görülürsə, eyni bacarığa sahibdirsə, demək ki, ədalətli bir bölgü olmalıdır. Bununla bağlı çox maraqlı olardı sizin fikrinizi öyrənmək. Düzdür. Yəni Qərbdə o qədər illərdir, yəni 60-cı illərdən o civil rights movement Amerikada olan hərəkatdan bəri, sivil hərəkatdan bəri o qədər işlər görülüb, o qədər tədqiqatlar bu üzərinə aparılıb. İnsanları, uşaqları məktəbdən çalışıblar öyrətməyə ki, ayrı seçkili pisdir, irqi ayrı seçkili pisdir. İllərlə keçən bir prosesdir, amma buna baxmayaraq yenə də var orada ayrı seçkilik. Bizdə olmayıb, yəni bu nöqtəyə qədər çox bunun üzərinə gedilməyib, hani ayrı seçkiliyi deyə keçilib. Təzə başlayıblar məncə daha bir cinsi ayrı seçkiliyin üzərinə gedilməsinə. Son bir neçə ildir, yəni çox uzun bir süre deyil. Bunun cəmiyyətdə bunun üzərinə çalışmaq lazımdır. Yəni dövlət çalışmalıdır bunun üzərinə. Biz müəllimlər olaraq öz tələbələrimizi bilikləndirməliyik. Bunun üzərinə dərslər keçirməlidir məktəbdə, universitetdə, işdə treyninqlər keçirməlidir. Biz məsələn indi İngiltərədə hər işə başlayan insan onlayn ya da üz-üzə treyninq keçir, qərəz, şuuraltı qərəz deyirlər ona. Şuuraltı qərəz üzərinə treyninq hamı keçməlidir. Bu dəqiqə orada başa salınır ki, bizim şuuraltımızda olan bu qərəzdir, bunun üzərindən necə keçmək olar, necə bunu aradan götürmək olar. Çalışılır bunu eləmək. Bizdə də Azərbaycanda da bu get-gedə populyarlaşdırılmalıdır bu fikir. Təşəkkür edirəm Zəhra xanım. Çox sağ olun, çox sağ olun. Təşəkkür Zəhra xanım. Zəhra xanım, təqdimatın zəhmət olmasa saxlayardınız. Sizi daha belə geniş bir görək. Başqa sualı olan varsa buyurun. Əgər sual olan yoxdursa, mən istəyirəm. Aha, bəli, Mansur müəllim. Bir sualımı ünvanlandırım. Əvvəla, mən dərin təşəkkürümü bildirirəm bütün auditoriyanın adından gözəl çıxışınıza görə. Və təbii ki, bu müraciət olunan mövzu aktual bir mövzudur. Məni maraqlandıran burada iki məsələdir. Daha çox maraqlandıran. Birinci o məsələ ki, sizin keçirdiyiniz eksperimentlərin tətbiqi mexanizmi necədir? Eksperimentlər aydındır, sorğu şəklində keçirilə bilir, kognitiv xarakterli olanda daha çox avadanlıqlardan istifadə olunur. Sizdə daha çox bu sorğu şəklində olur. Və bunun, belə deyək, tətbiqi mexanizmi nədir? Bizcə keçirmə mexanizmi yox, tətbiqi mexanizmi. Yəni, əldə edilən nəticələrin belə korporasiyaların işində, idarə olunmasında, marketing araşdırmalarında və yaxud bazar strategiyasının müəyyənləşdirilməsində bunun tətbiqi mexanizmi necədir? Bir də ikinci sualım, tətbiqi əhəmiyyəti nədən ibarətdir? Çox yaxşı sualdır, çox yaxşı sualdır. Bizim bu tapdığımız, bu son proyektdə tapdığımız qərəzi ikinci addımda biz baxmaq istəyirik ki, bunu necə aradan götürə bilərik. Sosiologiyada tapılmış bir metod var. O metod demək kontakt teoriyasıdır. Kontakt teoriyasında biz əgər insanları digər qruplardan olan, yəni qrup daxilindən olan insanlarla yaxın kontakta qoysaq, onlar bir-birləri ilə kontaktda olub, bir-birləri ilə münasibətdə olduğundan sonra bu qərəz onlarda düşəcək. Bunu demək tətbiqi olaraq göstəriblər. Norvegiyada bunu əskərlər üzərində denəyiblər bu teoriyanı. Demək, orada bu yaxınlarda bir neçə il əvvəl
Əskərlər orada Norvegiyada həm qadın əskər var, həm kişi əskər var və orada qadınlara qarşı çox ayrı-seçkili, çox belə qərəzli olduğunu göstərmişdi əvvəllər. Bu tədqiqatçılar nə ediblər? Təsadüfi olaraq, randomly, yəni rastgələn qruplara bölürlər. Bəzi qruplarda qadınları ayrıca saxlayırlar, bəzi qruplarda qadınlarla kişiləri birləşdirib, sonra onlar bir il müddətində trainingdən keçirlər qrup içində. Və baxırlar ki, qarışıq qruplarda çıxan əskərlər çox-çox daha az qərəzlidirlər, çox-çox daha az cinsi qərəzlik göstərirlər qadınlara qarşı, nəinki bu ayrılmış qruplarda olan. Bunu iş dünyasına da gətirmək olar. Məsələn, iş dünyasında biz istəyiriksə cinsi və ya etnik və ya sağlamlıq qərəzliyinə qarşı aradan götürmək, o zaman bu fərqli qruplarda olan insanların çalışmasına yol açsaq, şirkət olaraq, bu qərəzliyin azalmasına məsələn səbəb ola bilər. Eyni şəkildə universitet ortamında biz, bilmirəm, sizdə qrup proyektləri eləyirmi tələbələr çox? Bizdə məsələn qrup proyektlər çox böyük bir qiymətə qatqıda bulunan bir şeydir. Biz məsələn student tələbələri qarışıq qruplara qoysaq, həm cinsi, həm etnik baxımdan, bu tələbələri daha az qərəzliyə gətirə biləcək şey ola bilər. Bu bir yönü, ümid edirəm biraz cavab verdi sizin sualınıza. İkinci sualınızda yenə tətbiqi baxımda nəyə kömək edir bu, nə üçün bizə maraqlıdır bu qərəzliyi öyrənmək. Belə deyim, qərəzli qruplarda həmişə bir məhsuldarlıq itkisi olacaq. Yəni mən iş vermirəmsə qara bir insana, sırf xoşuma gəlmir deyə mənim işim bundan zərər çəkəcək və mənim işim bundan zərər çəkirsə, bu cəmiyyət olaraq bundan zərər çəkəcəyik, iqtisadi olaraq bundan zərər çəkəcəyik və itirilmiş bir resurs olaraq görə bilərik bu qərəzliliyi. Yəni biz iqtisadi olaraq tam 100% istifadə etmirik resursu. Resurslarımız itir. Buna görə məncə bu dünyaya tətbiqi, yəni cəmiyyət iqtisadiyyat tətbiqi budur. Məncə bu mövzuda oxumağın xanım, mən belə başa düşdüm ki, sizin eksperimentlərdən əldə olunan nəticələr daha çox sırf sosial xarakterlidir. Yəni. Amma bizim məsələmizdə biz daha çox iqtisadiyyatdan meyillənirik. Çünki sizin mövzunuzda belə gedir ki, bazar iqtisadiyyatı iqtisadiyyatında ayrı seçkiliyə yer varmı? Məsələn, məsələni belə qoyaq da, mümkünsə müzakirələrə keçək. Mümkünsə. Deyək ki, qeyri-adekvat reklamlar vasitəsilə informasiya axınları yeridilir kütləvi şəkildə bu alıcıların beyninə. Elə deyil mi? Yəni bu sensor sisteminin bu 5 kanalı vasitəsilə gecə gündüz biz bunun şahidləriyik. Bütün dünya insanlar. Və bunu edenler iri korporasiya vardır. Transmili şirkətlərdir. Kiçik orta biznes strukturlarının buna imkanı yoxdur. Çünki reklam böyük pullar xərclənməsini tələb edir. Və nəticə etibarilə qeyri-adekvat reklam və ona xərclənən pulların belə deyək, nəticəsində insanların, alıcıların, müştərilərin verdiyi qərarların əksəriyyəti irrasional və davranışını dəyişir. Və kütləvi şəkildə irrasional qərar verən belə professor belə, akademik belə, uşaq da belə, böyük də belə irrasional qərarlar verərək ki, kütləvi şəkildə həmin məhsulların alıcına çevrilir. Yəni, sadəcə olaraq söhbət nədən gedir? Qeyri-adekvat reklamın informasiyası nəticəsində bu da diskriminasiya.
diskriminasiyadırsa buna qarşı hansısa bir iş görülürmü? Fövqəl bəşər deyək ki, beynəlxalq səviyyədə, regional təşkilatlar səviyyəsində, dövlət səviyyəsində, qeyri-hökumət təşkilatları səviyyəsində və kiçik və orta biznes strukturların özünün səviyyəsində və istehlakçıların özünün haqlarının qorunması səviyyəsində hansı işlər görülür? Mən məsələn istərdim ki, bu istiqamətdə biz fikrimizi yönəltsək, bizim bugünkü görüşümüzün əhəmiyyəti daha da artar. Bu sadəcə iqtisadi informasiya diskriminasiyasıdır bazar iqtisadiyyat şəraitində. Mən sizdən tam razıyam bu. Sosial diskriminasiya, ilgi diskriminasiya bu var. Amma sırf bunu iqtisadi müstəviyə keçirdəndə bazar iqtisadiyyat şəraitində biz daha böyük və daha qlobal problemlə rastlaşırıq. Düşünürəm, bu məsələlərlə məşğul olan əlbəttə ki, mərkəzlər də var, tədqiqatçılar da var. Yəni, ola bilər, siz ümumiyyətlə bu işlə məşğul olmamız, sizin konkret belə tədqiqat obyektimiz tamamilə fərqlidir. Çünki mən belə həmişə görürəm ki, qərb universitetlərində tədqiqatla məşğul olunanların əksəriyyəti sırf bir daha çox belə deyək, dar mövzu götürür, onunla ixtisaslaşırlar. Amma biz Sovet məktəbinin deyək də, yetirmələrik. Həmişə çalışırıq ki, o quş uçuşu səviyyəsində yuxarıdan baxaq, hər şeyi görə bilək, bütöv görək, sistemli görək. Winer'in sözlərindən desək, sistemli görək də. Bu məsələ üçün münasibətiniz necədir, fikriniz necədir, bunu sizdən eşitmək istərdik. Buyurun, Zəhra xanım. Bu mövzuda yəqin ki, mən necə deyim, tədqiqatçı olaraq yox, daha çox öz marağım olduğu üçün, oxuduğum üçün oradan-buradan fikrimi bildirə bilərəm. Amma nə qədər, bir ekspert deyiləm bu mövzuda, ona görə nə qədər əminliklə bunu deyə biləcəm, bilmirəm. Böyük bir report yazılmışdı. İngiltərənin ən prestijli qəzetlərindən biri Guardian'da, neçə il əvvəldə, 4 il əvvəl, bilmirəm, sizdə də yəqin eşitdiniz o Cambridge Analytica skandalı. Bütün Facebook'da toplanılmış bütün datanın Cambridge Analytica şirkətinə satılması insanlar haqqında və bu şirkətin necə insanları manipulə edib Amerikan nədirlər ona, elections, prezident səs verməsinə necə təsiri olduğunu göstərib. Yəni, bizim baxdığımız sadə bir Facebook'da sən onu bunu like edirsən, onu bunu alırsan, bunu nə qədər asanlıqla manipulə, asanlıq növəsində çox çətin bir işdir bunu etmək, amma bunun üzərinə şirkətlər qurulub ki, bunu manipulə edib bizim kimə səs verə biləcəyimizə təsir edə bilirlər. Və əgər sən kimə səs verə, sən politik fikirləri və sən manipulə edib təsir edə bilirlərsə, bizim nə bilim, xırda bu lampanı alıb, bu qələmi alıb, bu tip şeylərə təsir etmə gücləri çox-çox daha yüksəkdir. Bu skandaldan sonra çox dövlətlər daha ciddi almaya başladılar bu mövzunu. Amma yenə də çox azdır, çox az qanunlar var bunun haqqında, çox az regulirovka çox azdır, yəni çox az nizamlama yoxdur demək olar ki, yoxdur yox, azdır qərbdə. Şərqi ölkələrdə heç yoxdur, çünki çox çətindir bunu etmək. Oradakı dövlətlərin, hökumətlərin başqa problemləri var, həll etmələri gərəkən. Amma get-gedə mən inanıram ki, 5, 10, 15 il sonra bu ciddi bir problem olacaq və daha çox ekspertlər, daha çox dövlətlər, hökumətlər bu mövzuda nizamlamalar qəbul edəcəklər deyək. Çox sağ olun. Təşəkkür edirəm. Baxın, əgər 400 il, 500 il ərzində Qərbin
ortaya koyduğu liberal değerler ve onların təbliği, insan hakları, insan azadlığı bugün yani dünya bu pandemiya bunu gösterdi ki bugün artık beşeriyetin sağ kalması, salamat kalması, beşeriyetin korunması, insanların təhlükəsinin təmin edilmesi bu ön plana keçir. Buna görə də azadlıq istəsən də istəməsən də məhdudlaşmalıdır. Və insanın da, dövlətin də, millətin də təhlükəsini təmin edən əlbəttə ki, dövlətdir, üst qurumdur. Buna görə dövlətin rolu qloballaşmada deyirlər azalmalıdır. Deqloballaşma şəraitində isə artmalıdır. Təsəvvür canlandırın ki, bugün insanın mövcudluğunun biyoloji anlamda mövcudluğu artıq təhlükədədir. Biyoloji. Yəni bugün eksperimentlər göstərir ki, siçanlar üzərində 3-4 nəsildən sonra siçanlar nəslindən nə baş verir? Siçanlar dünya belə deyək bir nəsil kimi yoxa çıxırlar. Yəni bugün biz qida məhsulları bazarında biz nələ rastlaşırıq? Bayaq dediyimiz qeyri-adekvat reklamların nəticəsində məsələn deyək Coca-Cola uç göyə çıxır. Red Bull iç qanatlar. Bütün dünya gəncləri, o cümlədən Azərbaycan gəncləri mən həm də müşahidə edirəm, mağazinlərə girəndə özüm də baxıram. Bəzi yerlərdə özüm də bəzi o qida məhsullarını düzmüşəm o tanış mağazinlərdə 7-8 bankanı və qıraqdan müşahidə edirəm. Bir də orada yarım saat, 1 saat. Təmiz nar şirəsi var, alma şirəsi var. Digər məhsulların Azərbaycan mənşəli şirələri var. Düzürsən, amma onun reklamı olduğundan görürsən, qıraqdan da baxsan, mexaniki olarak hiç baxmır. Üst şurunu istifadə eləmədən, alt şurun diktokkası ilə gəlir, götürür Coca-Cola'nı, Red Bull'u çıxır gedir. Və nəticə belə analiz nəticəsi göstərir ki, alınan 1 saat ərzində məhsulların 80% bu Coca-Cola'dır, Red Bull'dur. Amma irrasional qərar verilsəydi, digərləri alınardı. Və nəticə etibarilə bizim cavanlarımızın, gənclərimizin sağlamlığına bağlı, insanlarımızın sağlamlığına bağlı gör nələr baş verir, biz bunun canlı şahidləriyik. Bu, əgər induksiya metodunu tətbiq eləsək, Azərbaycan və bəşəriyyət, bütün bəşəriyyət bugündür. Söhbət bundan gedir ki, bu daha çox iqtisadi informasiya diskriminasiyası şəraitində alıcıların, müştərilərin, kiçik və orta biznes strukturlarının, belə deyək, məhz maraqlarının diskriminasiyasından söhbət gedir. Mən istəyirdim ki, bu saat kiminsə burada bir fikir varsa səsləndirə bilər. Bizim, belə deyək, daha çox diskusiya xarakterini alsın bizim bu görüşümüz. Əgər varsa kimin sözü, əlbəttə ki, biz məmnuniyyətlə dinləyərik. Mənim sözüm var, mümkünsə. Buyurun, Azərbaycan. Ümumiyyətlə, mən bir-iki kəlmə bu diskriminasiya ilə əlaqədar deyirəm. Mən Qərbin tarixini bir qədər belə də təfərrüatlı öyrənmə həmişə çalışmışam. Görə bilmirəm danışanı, görsəydim. Yoxdur, məndə video işləmir. Çoxdan da işləmir. Bəli, avazərdir. Ümumiyyətlə, onu demək istəyirəm ki, diskriminasiya Qərb sivilizasiyasının, Qərb mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Qərb mədəniyyətinin mayasında durub bu diskriminasiya. Hər yerdə də özünü göstərir. Misal üçün deyirəm, bax, keçmiş SSR məkanını götürək. SSR dağıldı, sərhədlər açıldı, Qərb kapitalı gəldi, böyük şirkətlər gəldi, o cümlədən Azərbaycana da filan, düzdürmü? Nəyi gördük? Onu gördük ki, İngilis dili, yalnız bir dənə İngilis dilini bilir, yoldaşdır. Başqa heç nəyə bilmir. El dilində isə hırla zırı qanmır. Qərb şirkəti adı dünyanı götürmüş Qərb şirkəti. Adlarını çəkmək istəmirəm onların indi. O adamı işə götürür. Amma konkret həmin şirkətə lazım olan mütəxəssis ki var, İngilis dilini bilmir, onu götürmür. Bu geniş yayılmış bir halda olub, indi də var. Və yaxud da ki, yerli mütəxəssis Qərbdən gətirilən mütəxəssis. Baxırsan, görürsən ki, Qərb mütəxəssis yerli mütəxəssisdən heç də üstün deyil. Heç nə ilə üstün deyil.
Amma onun aldığı maaşa bax, əmək haqqıya bax. Bunun aldığı əmək haqqıya bax. Düzdür? Belə və necə var idi, elə də davam eləməkdə gedir. Yəni və bu misalları çox ya. O Mənsur müəllim dedi. O Red Bull məsələsi. O mən özüm çoxunu demişəm, bir millətin ki ayranı var. Ayran olan yerdə nə Coca-Cola? Düzdür? Amma görürük ki, Mənsur müəllim dedi ki, o deyəndə adama misal üçün hələ nəyin nəticəsidir? Hətta qərb məhsullarının reklamı belə ayrı seçkili üzərində qurulub. O xanım dedi ki, o şuur altı, təhtəl şuur deyirlər də onu, şuur altı. Bax, odur. Bəlkə də o reklamı işləyib hazırlayan yoldaşlar heç bəlkə də bunu başa düşmür. Deyir, adi də məhsul reklamı edirəm. Onlar çox yaxşı başa düşür. Onlar yüzlərcə denəylər edirlər. O qədər denək eləyirlər, axırda o ideallaşdırana qədər. Bu, necə deyim sizə, bu baxımdan, mənə elə gəlir ki, öz vətənlərində, öz cəmiyyətlərində, bax, görürsünüzmü, indi o tədqiqatçılar ki, adlarını çəkdi xanım yuxarıda, lap o, deməli, o, necə deyim sizə, o Gary Becker'dan başlayaraq ta indiyə kimi, tədqiqatçılar bu mövzuya ki, marağı oyadı yönəldirlər. Qərblər özü bunu başa düşürlər ki, bu var və tədricən istəyirlər özlərində bu diskriminasiya, bu ayrı seçkili aradan qalxsın. Amma özünə qarşı aradan qaldırır. Amma qərbli olmayana qarşı diskriminasiyanı saxlayır. Niyə? Çünki qərb mədəniyyəti diskriminasiyasız mümkün deyil. İstəyir sosial sfer olsun, istəyir iqtisadiyyat olsun, istəyir kinofilmlər olsun, istəyir hər mənada belə. Bilirsiniz, bu bir tərəfdən bu yoldaşlar tədqiq eləyir, o bir tərəfdən ki, bu tədqiqat qərbləri ayıldır. Deyirlər ki, bizdə olmasın, amma başqasına qarşı nə qədər istəyən tətbiq eləyək. Və bu faktiki olaraq hələ o necə qərb dünyasının, qeyri-qərb dünyasının istismarının özündə də, mayasında da bu diskriminasiya durub və duracaq da. Buna qarşı mübarizənin o Gary Becker daxildə mübarizə aparır, düzdürmü? Amma məsələ ondadır ki, qərb olmayan dünyanın nümayəndələri də buna qarşı mübarizə aparmalıdırlar. Düzdür? Hələ bax o reklam məsələsində. O Coca-Cola'nı agresiv reklam eləyir, sən ayranı reklam elə. Sən nə bilim o nar şirəsini reklam elə. Axı o da biz tərəfdən də bu istiqamətə heç nə edilmir. Sonra deyirik ki, qərb gəldi, diskriminasiya elədi. Sən özün şərait yaradanda diskriminasiya olacaq. Mənim dediyim bu qədər. Sağ olun. Təşəkkür edirəm. Çox sağ olun. Azər müəllim, deməli o dediyiniz o əmək məsələsi. Eyni işi eyni insanlar görür, amma əmək haqqının ödənilməsi fərqlidir. Xüsusilə yerli işçilərlə xarici işçilər arasında olan bu diskriminasiya, bu ənənəvi problemdir. Yəni bu artıq deyək ki 19-cu əsrin ikinci yarısından başlayaraq 70-ci illərdən başlayaraq götürək Rusiya imperiyasının neft zonası kimi, rayonu kimi çıxış edən Azərbaycan iqtisadiyyatı, Bakı neft rayonu. Rockefeller kapitalı, Rothschild kapitalı, sonra Nobel qardaşlarının kapitalı, o gələndən bura 150 il bundan qabaq bu diskriminasiya olub ənənəvi şəkildə. Bugün də bu davam edir. Bugün İngilis işçisinə, bugün deyək ki, Azərbaycan işçisi eyni işi görür, amma fərqli əmək haqqı alırlar. Bu ənənəvi diskriminasiya. Ne var ki, bu deyək ki, rəqəmsal cəmiyyətin formalaşması şəraitində IT-nin artıq dominant rolu nəticəsində bu reklamların üstün şəkildə, dominant şəkildə, kütləvi şəkildə insanların irrasional qərarlar verməyə gətirilməsi. Yəni şuur altı olaraq onlara təsir göstərərdi bu işlərin görülməsi. Bu yeni bir problemdir. İnformasiya diskriminasiyası, iqtisadi informasiya. Və əlbəttə ki, hər bir nəticəyə gələndə araşdırmaların nəticəsində istər belə deyək, poverxностный analiz, istər dərindən analiz nəticəsində nəticəyə gəlirsənsə bir təklif də verməlisən. Təklifdə də ibarət ola bilərdi. Məsələn, bugün biz qərb ölkələrinin qida məhsullarını, bazarını araşdıranda biz görürük ki, artıq 50 ildir, 50 ilə yaxın bir müddətdir ki, aqrar məhsullar bazarı
yaranır. Almanya'da, Hollandiya'da, Amerika'da bəzilərdə 10%, bəzilərdə 15%, demək olar ki, bayaq dediyimizin əksinə olan alternativ bir variantdır. Mən düşünürəm ki, şimdi bizim belə deyək, dünyaya təklif etməyə gücümüz çatmaz, amma belə deyək, doğma dövlətimizə, doğma millətimizə, bizdən yuxarıda olanlara, millətimizi sevənlərə öz təkliflərimizi verə bilərik. Məsələn, Azərbaycan təbii belə aqrar üstünlüklərə malik olan bir ölkədir. Söhbət gedir qida məhsulları. Yavaş-yavaş yekunlaşdıraq biraz Mansur müəllim. Saat yarım oldu. Bizdə aqrar məhsullar bazarının formalaşması, yaranması üçün çox böyük imkanlar var. Və dövlətin dəstəyi olsa, bu istiqamətdə proqramlar qəbul olunsa, yəni kiçik və orta biznesə reklam üçün, digər məsələlər üçün belə maliyyə ayırmaları və reklamın özünü təşkilləmək üçün kömək olsa, əlbəttə ki, bu orqanik məhsullar bazarı Azərbaycanda tez formalaşar və istər-istəməz bu kütləvi şəkildə bizim alıcıların davranışı da diferensiallaşar. Yəni, belə bir təkliflə mən istəyərdim çıxış edəm. Və bütövlükdə Zəhra xanım, şəxsən öz adımdan, hamımızın adından sizə təşəkkür edirəm ki, o belə bir rezonans doğurdu sizin çıxışınız. Bəli, düzdür. Allah sizləri qorusun. Sağ olun. Zəhra xanımın ümumiyyətlə bayaqlarda qeyd elədim. UNIQ ictimaiyyətinə ilk təqdimatı idi. Ümid edirəm ki, gələcəkdə belə əməkdaşlıqlar çox olacaq. Əslində, Mansur müəllim, Sami Hüseynov da ABUR Universitetinin də doktoru, bizim Kognitiv İqtisadiyyat Mərkəzi. Onun da yadınızda sorğuları olmuşdu və bu sahədə ümumiyyətlə ilə Zəhra xanımı da oradan kəşf elədik biz. Onlar birlikdə işləyirlər, eyni deməli sahədə tədqiqat aparırlar. Bizdə Xətai müəllim sonra Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri, o da daim sorğular keçirir həyat məmnuniyyətindən bağlı. Gələcəkdə mənə elə gəlir ki, üçlü olaraq gözəl bir tədbir də keçirtmək olar. Orada hətta əmək bazarında dediniz ayrı seçkilik, işə götürənlər, məsələn, orada var idi, hətta təqdimatda tədbirlərimizdən birindəki, məsələn, qadınlardan kişilərə verilən əmək haqqı da fərqlənir. Eyni vəzifədirsə, qadınlara daha az əmək haqqı verilir, kişilərə üstünlük verilir və yaxud da geçən sonra mən sosial şəbəkədə gördüm, məsələn, Respublikada tutaq ki, təhsil sahəsində çalışanların, məsəl üçün 65% qadındırsa, rəhbər vəzifədə çalışanlarınsa təhsil sahəsində tutan 70% kişidir. Məsələn, qadınlar 65% təşkil edirsə, amma vəzifələrdə kişilərdir. Yəni, çoxdur. Yəni, qərbi şərqi deyənə qədər, yəni elə hər yerdə var o diskriminasiya. İndi tamam, gənclərə üstünlük mü verilir, yaxud da biraz yaşlı nəslə, ya təcrübəli, təcrübəsiz, müəllim dedik mi, ingilis dilini bilən, müxtəlif dil bilgiləri çox olanlara təbii ki, daha artıq üstünlük və s. və ilaxır. Bunlar sonsuzdur, müzakirə eləsək. Burada çox yubana bilərik. Ona görə Zəhra xanım da bilirsiniz də, İngiltərədə, xaricdə vaxt daha qızıldır, time is gold, time managementdə. Onu idarə eləmək üçün saat yarımda artıq buradayıq. Son sözü yenə verək Zəhra xanıma. Nə sözü varsa desin, onunla da tədbirimizi yekunlaşdıraq icazənizlə. Buyurun Zəhra xanım. Çox sağ olun qatıldığınız üçün seminara. Çox sevindim sizlərlə. Online olsa belə virtual bir şəkildə münasibətli olmağa bir necə deyərlər, seminar. Çoxunuzu görmürəm, o heyifdir. Kameralar açmaq yaxşıdır, düzdür. Amma yəni, mən də çox vaxt kameramı açmıram. Xoşuma gəldi, uzanıb, ev şəraitində oturub dinləyirəm seminara. Çox sağ olun. İlk seminarım idi, amma inşallah son olmaz. Aha, biz sizə təşəkkür edirik. Çox sağ olun. Dəyərli vaxtınızı bizə ayırdınız. Çox maraqlı mövzuydu. Bütün auditoriyamıza təşəkkür edirik. Mansur müəllimə, Günay xanıma, Günay Əlizadəyə, onun da əziyyəti var. Hamıya təşəkkür edirik. Çox sağ olun. Xahiş edirik, gələcək tədbirdə çox fəal iştirak edin. Bir də deyim, mənim e-mailim indi çata yazacağım. Nə mövzuda istəsəniz mənə yazmaq, yazın. Tamam. Şəxsi şey də ola bilər, professional mövzuda da ola bilər. Mən çox böyük məmnuniyyətli cavab edirəm. Tamam, oldu. Görüşərik dekabr ayında canlı görüşmək ümidi ilə. Sağ olun. İnşallah gələn tədbirlərdə. Sağ olun. Sağ olun, sağ olun. Təşəkkür ederim. Bütün komandaya. Bəli, bütün komandaya təşəkkür ederim. Sağ olun. Çox sağ olun.